Dəyərli abituriyentlər, sifətin dərəcələrinə aid çox maraqlı bir sualın izahını təqdim edirəm. Sona qədər izləyək. Deyir, adi dərəcə olan və keyfiyyət bildirən sifətlər. Müəyyən, təbii ki, bizə həm adi dərəcə, həm də keyfiyyət bildirən sifət lazımdır. Biz ilk baxışdan baxırıq, bəli, açıq qəlbi sözü adi dərəcədədir, həm də keyfiyyət bildirir. Unutmuruq. Atik sözü olsun, tünd sözü olsun, ala sözü olsun, bu sözlər sifətə qoşulanda dərəcəni dəyişər. Sifətə qoşulmayıbsa, bunlar adi dərəcədə olan sifət götürəcək. Bəli, açıq qəlbi sözü təbii ki, adi dərəcədədir. Çünki açıq sözü azaltma olsaydı defislə yazılardı, defislə yazılmır. Demək bu, adi dərəcədə və demək keyfiyyət bildirir. 1. Tünd xasiyyət sözü, bəli, tünd sözü burada dərəcəni dəyişməyib. Tünd sözü o zaman dərəcəni dəyişir ki, sifətə qoşulsun. Xasiyyət sözü isim olduğu üçün biz buna yenə adi dərəcə deyirik. Plus da keyfiyyət bildirir. Tünd qırmızı əlamət bildirən sifətdir. Açıq sarı yenə əlamət bildirən sifətdir. Qara buğday yenə əlamət bildirən sifətdir. Eyni zamanda açıq sarı azaltmadır, tünd qırmızı çoxaltmadır. Mənə adi dərəcədə olan və keyfiyyət bildirən sifətləri istədiyi üçün təbii ki, biz 1 və 2-ni götürəcəyik. Sənin cavabın olacaq D variantı. Bu cür video izahlarının davamı üçün mütləq abunə olub, rəy yazmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.